Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. Əsil gələməndən ev budur. 3 mərtəbə. Malalit beton. Kupçalı. Marşruta yaxın. Hər şeyə yaxın. Harda? Masazırda. Masazırda harda? Cantəpədə. Masazır dairəsindən bura özünü öldürə mən 1 kilometr zad olar, ya biraz çox yuxarı olar da. Yəni ondan yuxarı olmaz. Evinin qapısının ağzınızdan asfalt. Oradan marşrut işləyir. Yəni sağa döndün marşrutda yol görünür. Qiymət həqiqətən də yaxşı bir qiymətdir. 3 mərtəbəlidir. 3 mərtəbəli bir evdir. Yəni kimlər də ev satmaq üçün müraciət edə bilər. Burada geniş belə bir zalımız. Oradan balkona çıxışdır da bilirsiniz. Malalit betondur. Amma buralar malalit betondur. Burada geniş yataq otağımız. Qiymət əla bir qiymət. Burada da belə bir geniş yataq otağımız. Burada hamam, sanuzelimiz. Düşək aşağını sizə göstərək. Aşağıda sizə həyətə çıxanda qiymətini deyəcəm. Qiymət çox ucuz qiymətdir ya. O malalit beton 1-ci mərtəbədə, 2-ci mərtəbədə. Burada geniş belə bir kuxnamız var. Həqiqətən kuxna da çox genişdir ya. Yəni özü isti poldu. 3 mərtəbəlidir. Axıracan izləyin. Burada da geniş belə bir zalımız var. Bax bu arxa bunundur. Baxın. Oraya sağda, burası. Bax bu arxa bunundur. Sən bax çoxca hamısı bunun. Bunun 1-ci mərtəbə, 1-ci mərtəbələrini qoydu. Biz indi 2-deyik. Yəni qiymət yaxşı qiymətli, pis qiymət deyil. Burada da belə bir hamam sanuzelimiz var. Hazır. Baxın, həmin dediyim ev budur sizin üçün. Geniş həyət, 3 mərtəbə, malalit beton, calı, 2 otaq da aşağıdadır. Baxın, biri buradadır. Biri buradadır otağın. Dediyim kimi, bunu istəsəz qarajda eləyə bilərsiniz, istəsəz panorama pəncərə qoyub kuxna da eləyə bilirsiniz. Buradan da belə bir dənə otaq oradadır. Arkada onun həyəti var, qapı göstərdim yuxarıda, oradan keçiddir. Çox daha göstərə bilmirəm, gələndə özünüz görəcəksiniz. Qiymət yenə deyirəm, 145.000 manatdır, real alıcılara inşallah endirim olacaq. Belə fırlan bir dənə bu yanlarda görsünlər. 145.000 manat real alıcılara inşallah endirim də olacaq. Kupçalıdır, masazırdadır, kimlər də ev satmaq istəyirsə müraciət eləyə bilər dostlar. Sağ olun.